Uşaqların sağlam inkişafı üçün yaşlarına uyğun qidalanmaları böyük əhəmiyyət daşıyır. Xüsusilə də yay aylarında balacaların düzgün qidalanması mütləqdir. Çünki bu mövsümdən temperaturun yüksəlməsi bir sıra problemlərə yol açır. Məsələn, kalbasa, sosis, göbələk, fast foodlar və s. bu kimi məhsullar hətta zəhərlənmələrə səbəb olur. Ümumiyyətlə elə qidalar var ki, ilin fəslindən asılı olmayaraq uşaqlara verilməyə məsləhət deyil, tövsiyə olunmur. Qazlı içkilər, şirələr və yaxud da ki, kompot adı ilə satılan və ya təbii sok adı ilə satılan içkilər aiddir. Həmçinin hissə verilmiş ətlər, kalbasa və sosislər və eyni zamanda paketdə olan uşaq qidaları da məsləhət deyil. Çünki bunların tərkibində həddindən artıq çox şəkər var. Birincisi, şəkər yüklənməsi olur və həm qaraciyərə, həm böyrəyə, həm beyinə təsir eləyir və gələcəkdə müxtəlif xəstəliklər, metabolizmin pozulması ilə gedən endokrin xəstəliklər, ürək-damar sisteminin xəstəlikləri və bəzən də onkoloji xəstəlikləri səbəb olunur. Azyaşlıların orqanizmi duzlu və acılı qidalara daha həssas olur. Bu səbəbdən analara tövsiyə olunur ki, ev şəraitində bişirilən yeməklərdə ədviyyatlardan daha çox istifadə etməsinlər. Ev şəraitində bişirilmiş, duzu az və qatqısız yeməklər onların həm fiziki, həm də zehni inkişafı üçün daha faydalıdır. 20 yaşa qədər orqanizm daim inkişaf prosesində olduğuna görə mütləq şəkildə sağlam, müxtəlif çeşidli və mənşəyi bəlli olan qidalardan istifadə etməlidir. Bir çox qidalar var ki, bunlar daha tez xarab olmağa meyillidir. Xüsusilə də temperatur yüksəldikcə bu qidaların saxlanma şəraitinə diqqət etmədikdə onların tərkibində mikroorqanizmlər sürətlə çoxalır, bakterial dəyişikliklər baş verir ki, bu da zəhərlənməyə səbəb olur. Ona görə yaxşı olar ki, xüsusilə yay aylarında qidanı alarkən mənşəyinə diqqət etmək lazımdır. Eləcə də marketdən və yaxud da müxtəlif satış yerlərindən məhsulu alarkən həmin məhsulun saxlama şəraitinə uyğun şəkildə saxlandığına diqqət etmək lazımdır. Yay aylarında azyaşlıların ən sevdiyi dondurmalar belə bir çox fəsadlara yol açır. İlk növbədə uşaqlarda bağırsaq infeksiyaların yaranmasına səbəb ola bilir. Ümumiyyətlə, isti havalarda balacaların qida rasionunda şirniyyatların və qazlı içkilərin çıxarılması tövsiyə olunur. Bol maye və mövsümi meyvə-tərəvəzlər isə balacaların gündəlik qida rasionunun əsasını təşkil etməlidir. Asef Zeynallı, Vüsal Arif, Soyemir Tağıyev, Telesəhər.